bizim kanalın izləyiciləri. Bugünkü videomuz maraqlı bir videodur. İnşallah istəyirik ox düzəldək, ov üçün ox hazırlayaq. Buna bizə nə lazım olacaq? Bizə lazım olacaq belə bir dənə qalın turba. Ondan sonra taxtalar lazım olacaq. Baş tərəflərinə vurmağa biraz taxta. Ondan sonra belə şuruplar, başında da şayba. Sonra qalın belə trosdur. Belə görsənmir. Üstü qalçıqdır, ancaq altı belə içi bəlkə trosdandır. Bu bax orada paltar asmaq üçün şey eləmişik. İp bax ondandır. Yəni üstündən qalın şeylər dassan düzdür bir şeydir, yəni qırılmır. Bunu götürürük, sonra bizə taxtadır. Ondan sonra mişardır, laqondadır. Bəzi instrumentlər lazım olacaq. İnşallah bundan bir gözəl bir ox düzəldəcəyik. Ov üçün qış ovuna hazırlıq, tədarük görəcəyik. Şimdi bu turbanı götürürük. Turbanın və baş tərəflərinə, baş hissələrinə böyle taxta qoyuruq. Sonra bu taxtanı kəsirik. Kəsdik. Bu başına da taxta vurmuşuq. Bu başına da, iki başına da taxta vurmuşuq bunu. Sonra bunlarda eyni istiqamət. Məsəl üçün bu xət boyundan götürək. Burada da xət olsun. Bu tərəfdə də həmin xət olsun. Burada bunlar üçün belə üçkünc yer düzəldirik. O üçkünc yer nəyə görə düzəldirik? Çünki bunun içində trosu olacaq. Bunu göstərəcəm. Bax, belə bir yer düzəldirik. Üçkünc. O tərəfdə də həmin yerdə. Prosto eyni istiqamətə düşsün ki, bunlarda da, burada da. Burada tros bunun üstündə sürüşü boyunca çıxmasın. Yəni tros bu xəttin içinə düşsün. İndi sonra nə edirik? Sonra bunları götürürük. Hər başına da bax belə şurup. Şurupun da başına bax belə şayba keçirdirik ki, yəni buradan tros bunun içindən çıxmasın. Bu tərəfindən belə yarımçıq bağlayırıq bunu, şurupu. Uzun şurup bağlayırıq ki, biraz bərk tutsun. Bu tərəfdən də bağlamışıq, həmin şeydir, şurup. Sonra burasını, biz bu tros hissəni buradan bağlayırıq bura. Bunları mən sizə göstərim. Buradan bağlayırıq, bərk-bərk. Trosları bağlayırıq. Çox sıxırıq. Ən axırda bunları başlarını sıxacağıq. Bunları da belə də bağlayırıq. Bunu belə boş bağladıq buradan. Sonra indi bu tərəfə bağlamaq lazım. Bunun üçün o dizimizi bura deyirik. Uzaqdan çək. Çox bərkdir. Bunu tam dartılı vəziyyətdə bax belə dartılı vəziyyətdə bağlayırıq. Sonra bunu da düyünlürük buradan. Açıldı, ona göre biraz bunu sıxın burasını. Yəni nə qədər bərk sıxılsa bu, biraz oxun gücü çox olar. Belə elədik. Şimdi buranı düyünlüyüm, bağlayayım. Belə sıxdıq, belə dartılı vəziyyətdə düzəltdik. İndi bunlar ki boş qalıb. Bu arxa hissələr ki boş bağlamışdıq şurupları. Sonra bunları üstündən sıxırıq. Sonra buradan da sıxırıq. Sonra bu hissəni də sıxırıq. Sıxandan sonra bu artıq yeri, bunun da artıq qalan hissələrini də buradan. Bunları da bax belə. Bu artıq yerləri də kəsirik. Bax belə bir oxumuz düzəldi. Bunu belə kraskamızı da götürürük. Bir dənə kraska ilə üstü belə pis gündədir də. Bir dənə qara eləyirik, kraskalayırıq. Çəkək kimi çəkmiş.
Belə qurudu, kraskamız da qurudu. Belə bir qara bir ox əmələ gəldi, babatdı. Biraz da ortasına burada belə toska qoyduq. Çünki bu hər dəfə nəsə qoyub atanda da bunu aşağı, yuxarı hissəsinə qoymayaq. Belə tən ortaya düşsün. Belə, yəni bərk ox oldu. Bu baş hissələrini şaybaladıq. Burasını düyünlədik belə. Qəşəng. Sonra bu aşağı hissəsində şayba qoyduq. Buranı da belə düyünlə gördünüz. Bu kəsmişəm bu yerlərini. Ki bu tros bu hissədə qalsın. Burada da həmin şeydir. Həmin yeri kəsmişəm. Ki bu tros burada qalsın. Bunun belə gücü belə baxanda görsənir ki, yəni istədiyiniz qədər qarta bilərsiniz. Yəni səs gəlirsə baxın. Güclüdür. İndi qaldı buna nə? Bunu qəşəng düzəltdik. İndi əsas məsələ bizə nə lazımdır? Əsas məsələ buna oxlar lazımdır ki, yəni istədiyimiz hədəfə vurmaq üçün bizə ox lazımdır. Bizə də oxları düzəltmək üçün belə bir taxtalar götürmüşəm. Bunlardan belə reykadır. Bu reykalardan mən də bunlardan kəsib, bunlardan qəşəng ox düzəldəcəm. Bunlardan kəsəcəm. Bunlardan qəşəng ox düzəldəcəm. Qoyaqlı olduq ki, bura. Baba belə taxtalar kəsdim. Şeylər kəsdim. Özüm üçün oxlar düzəltdim. Balasa reykadan düzəltdim bunları. Biraz qıraqları zadı pisdir. Biraz bunlar qıraqlarını başlarını yontaq. Bomba belə qıraqlarını, başlarını yontdum. Təmiz. Yəni bu belə gedəcək. Adamın əlini buraxsın zadı deşməsin. Bunların qıraqları kəsiləndə bax belə olur. Demirdən olur. Adam qıraqları əllərini kəsməsin. Ona görə bax belə qəşəng hamar elədim bunun qırağını. Sonra bunu bizim oxun boyu bax bu boydadır. İndi yoxlayaq bunu. Belə bu nətər şeydir. Qəşəngdir. Razmer normaldır. Normaldır. Şimdi bunu nə etmək lazımdır? Bunun uc hissəsini biraz itiləmək lazımdır. Buna görə bizə lazımdır mismar. İnşallah bir dənə belə mismar kəsəcəm. Mismar bunun uc hissəsinə belə mismar düzəldəcəm. Hələ bir dənə ucunda deşik açım. Deşiyi düzəldim. İndi bunun bu hissəsini, yəni uc hissəsindən biraz deşirik. Bunun uc hissəsini deşdik. İndi biraz da bunun arxa hissəsində yer düzəldək. Bunun arxa hissəsində yer düzəldirik. Belə. Bu da nəyə görə? Arxa hissəsi bu hissə rahat keçsin. Trosa ki, trosun qırağından, yəni oradan buradan belə sürüşməsin. Əlimizə atıb belə tutub keçirdəndə ox hissəyə rahat keçsin bunun bu yarıq hissəsi olan yerə ki, bu tros buradan çıxmasın. İndi qaldı burasını da deşdik.
Bunun burasına. Bunun burasına mismar ölçək. Bax, belə bir mismar düzəldəcəyik. Barısı buradan, buradan kəsmək lazımdır. İndi buradan mən kəsim bunu. Ne bu? Mismarı kəsdik. Mismarı ölçək görək bura. Ara tərəfi də bunun bura. Tərəfi. Aha. Bununla belə ucu oldu. Oxun ucu. Oxumuzun ucu belə qəşəng mismar oldu. Bunun əsas məsələ bura bərkitməkdir. Bunu bərkitmək üçün nə edirik? Bunu bərkitmək üçün biraz bunun arxa hissələrində kəlbətinlə belə yerlər düzəldirik. Belə yerlər düzəldirik. Arxa hissəsindəki izlər. Bura kley vuracam. Kley bərk tutsun bunu. Şöpə belə yer düzəltdim. Sonra kleyimizi açırıq. Biraz bura kley vururuq. Sonra burada biraz kley vururuq. Bu hansı ki deşmişik. Bu kleydən burada vurduq və bunu bura forrada bura alırıq ki bərk tutsun. Ki bu kley buranı bərkitsin. Kley də quruyub çıxmır. Aha, belə. Belə bir şey düzəltdik. Aha, şu. Bu Anabala kleydi, güclü kleydi. Şimdi bu burada bərkiyəcək. Bizim oxumuzun baş hissəsidir. Şimdi bundan sıkırdaq bura. Sıkırtdıq bura. Şimdi bu biraz bərkisi. Oxumuzun burasını sıkırtdıq. İndi bu biraz bərksin. Özünə gəlsin. Arxasında da yer düzəltdik. Çox gözəl bıraq oldu. Burasını kəsdik ki bura. Burası burada rahat olsun. Trosa rahat otursun ki sürüşməsin o yüzə bu yüzə. Burada da balaca bir iz qoymuşam. Qara toçka. Qara toçka odur ki görədik ki yəni promoyu oxu götürüb atan moment daha aşağı yuxarı ay bunun düzdüyü ortasını daha fikirləşmirsən. Tən orta bu qara xəttdir. Yox. Oxa geçdim, yox. Maxadı hazır. İndi biraz bizim bu kley qurusun. Kley qurusun. İndi bunu qəşəng laqon düyünə itiləyəcəm. Lap iti olacaq. Və bunu yoxlayacağıq. Test edib yoxlayacağıq. Bunun burasını itilədik. Oxumuzun ucu it oldu. Bu tərəfini onsuz da biraz itiləmişdim. Yəni taxtadan biraz bu tərəfə yəni incəltmişdim, yoğultmuşdum burasını ki şey olsun. Buranı kleylədik, buranı da vurduq və ucu bizim oxumuzun ucu itidir. İndi inşallah bunu test eləyək. Bir dənə hazır yoxlayaq. Görək bu necə işləyir. Hadi. Bugünkü testimiz də belə. Gözəl oxumuz alındı, qəşəng bərk alındı. Ucu da baxın. İçidən atdıq, divara dəydi, yerə dəydi, ora-bura dəydi. Heç nə də qırılmadı, bərk oldu. İnşallah oğul sezonu açılsın, qış sezonu bunlardan
çoxlu varlı. Bunlardan düzəldəcəm. Belə oxlarımız olacaq çoxlu. İnşallah gedib bunları ovda test edib ovda yoxlayacağıq. Gələn gözəl videolarımızda izləməyi unutmayın. Yaxşı balıq videolarımız, ov videolarımız, yəni ova aid nə var inşallah hamısı bizim kanalda. Hələlik sağ olun. İnşallah gələn videolarda görüşmək üzere.